gözlərini Bakının qədim küçələrində açdı. Amma dünyaya neftin sirrini öyrədən az saylı insanlardan biri oldu. O, SSR-ni yeni enerji dövrünə aparan, Hindistanda neftin atası, Braziliyada sirlərin daşıyıcısı, Azərbaycanda isə elmin və zəhmətin simvolu olan bir insana çevrildi. Bugün sizlərə texnik elmlər doktoru, professor, Stalin mükafatı laureatı, Hacı Zeynalabdin Tağıyevin nəvəsi Eyyub İsmailoğlu Tağıyev haqqında danışacağım. Eyyub Tağıyev 1912-ci il yanvarın 27-sində Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsindəki 2 mərtəbəli evində yaşayırdı. Eyyubun atası İsmail Tağıyev təhsil görmüş adam idi. İnqilabdan əvvəl Kiyevin Tereşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. Eyyub 1928-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayır. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənir. 1937-ci ildə Bakıda xüsusi Suraxana eksperimental qazma kontoru yaradılır. Bakıdan və Moskvadan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turbo borular icad edir. Sonralar Amerikanın və Avropanın neft şirkətləri SSR-dən bu turbinli qazma maşınlarının lisenziyasını almışdır. İkinci Dünya müharibəsi illərində Sovet rəhbərliyi Şərq rayonlarında neft hasilatını təşkil etmək məqsədi ilə Eyyub Tağıyev başda olmaqla Bakı eksperimental qazma kontorunun bütün heyətini avadanlıqları ilə birlikdə Perm vilayətinin Krasnokamensk şəhərinə köçürdü. Onlar burada ikinci Bakını axtarmağa başladılar və tapdılar. O zaman Eyyub Tağıyevin 32 yaşı vardı. 1955-ci ilin payızında SSR Nazirlər Sovetinin sədri Kosygin Daşkənddə Hindistanın baş naziri Cavahirlal Nehru ilə görüşür. Nehru, Hindistanda neft ehtiyatlarının axtarışı üçün mütəxəssislər qrupunun göndərilməsini xahiş edir. Kosygin, SSR-nin o zamanki neft sənayesi naziri Nikolay Baybakova belə mütəxəssislərin tapılmasını, Hindistana göndərilməsini tapşırır və qrupa şərq adamının rəhbər təyin olunmasını məsləhət görür. Baybakov fikirləşmədən Eyyub Tağıyevi təklif edir. Hind alimləri ölkələrində neftin olduğuna əmin idilər. Amma təcrübəli geoloq, geofizik və qazmaçılar olmadığı üçün geoloji kəşfiyyat apara bilmirdilər. Sovet mütəxəssisləri Hindistanın geoloji xəritəsini tərtib etməyə başladılar və neft ehtiyatları baxımından perspektivli sayılan ştatlara yollandılar. 1956-1961-ci illərdə neft və qaz kəşfiyyatı üzrə işlərin planı hazırlandı. Tağıyevin və köməkçilərinin proqnozları özünü doğrultdu. 1958-ci ilin mayında Pəncabda, 1959-cu ilin sentyabrında Bambeyin 250 kilometrliyində Sovet mütəxəssisləri tərəfindən qazılan quyu fontan vurdu. Bundan sonra Tağıyev Hindistanın neft üzrə baş idarəsinin ömürlük məsləhətçisi təyin olunur. 1963-cü ildə Eyyub Tağıyev Amazon çayının neftli hövzəsini tədqiq etmək üçün həmkarı Eyyub Bəkirovla birlikdə Braziliyaya yollanır. 6 ay davam edən ağır işdən sonra onlar Braziliyada böyük neft və qaz ehtiyatlarının olması barədə dəlilləri ortaya qoyurlar. Eyyub Tağıyev xatırlayırdı ki, Braziliyada 40 dərəcədən yuxarı, yüksək rütubət şəraitində, müxtəlif nəqliyyat vasitələri ilə, bəzən də piyada 25 kilometr məsafə qət etmişdilər. Jornal do Brasil Eyyub Tağıyevin fotosunu çap etdirir. Şəklin altında isə yazılır. Onun portfelində Braziliyanın bütün neft sirləri gizlənib. SSR-yə qayıtdıqdan sonra Tağıyev Qubkin adlı institutun, indiki Rusiya Neft və Qaz Akademiyasının qazma proseslərinin texnologiyası və tədqiqi kafedrasına rəhbərlik etməyə başlayır. O zaman onun 44 yaşı vardı. Sonra o, institutun elmi işlər üzrə prorektoru təyin olunur. Elmi dərəcəsi olmasa da, Tağıyev 50-dən çox kitab, monoqrafiya və məqalənin müəllifi idi. Qiymətli ixtiralarına görə 18 beynəlxalq patent almışdı. 1965-ci ilin dekabrında institutun rəhbərliyi ona texnik elmləri doktoru dərəcəsi verilməsi barədə qərar qəbul edir. Eyyub Tağıyev 1967-ci il yanvarın 17-sində 55 illiyinə 10 gün qalmış qəflətən vəfat edib. O, Moskvada Novodevichy qəbristanlığında dəfn olunub.
Neft və Qaz Akademiyasının binasında onun portreti asılıb. Adına tələbələr üçün mükafatlar təsis olunub. Kəlküttədə Mərkəzi Parkda Eyyub Tağıyevin qara mərmərdən hazırlanmış büstü qoyulub. Piedestalın üzərində isə qızılı hərflərlə Hindistan neftinin atası yazılıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2011-ci ildə Butafilm studiyasında Eyyub Tağıyev haqqında Bakının Neft Kralı adlı sənədli film çəkilib.